Salam dəyərli izləyicilər. Belə bir suallar verilir ki, Böyük Hun dövlətinə aid yanlış fikri müəyyən edin. Deməli, 1-ci əsrdə 2 yerə parçalanmışdır. Bu doğrudur. Yanlış olan hissəsini istəyir. Deməli, doğruları çıxırıq. Çinin şimal hissəsini ələ keçirmişdir. Bu da doğrudur. Yəni, Pinçen müqaviləsinə əsasən varlığını Yunanlar tərəfindən sorğulamışdır. Yanlışdır. Dövlətin başına eyni adlanan kahin deməli, dayanırdı. Bu da deməli, Böyük Hun dövlətinə aid deyil. Ona görə də 3 ilə 4 deməli, doğru cavabımız Y variantı olar. 40-cı sualda İradan əvvəl 2-ci minə aiddir. Hindistanda kastaların yaranması, bəli, 12-11 götürürük. Fif şəhərin paytaxtı keçirməsi də doğrudur. Yəni 2 də var. Ramzesin etlərlə sülh bağlaması 1286. Bu da 2-ci minilliyə düşür. Deməli, sualın Afina şəhər dövlətinin yaranması 8-ci əsr, Şumer şəhər dövlətinin yaranması 3-cü minliyə aiddir. Deməli, 1, 2, 3 doğru cavabımız C variantı. Növbəti 41-də qeyd edilir ki, aşağıdakı cədvəl hadisələrin hansının yerini dəyişsək düzgün xronoloji ardıcıllıqla yananar. Mixi yazı Eradan əvvəl 3-cü minillik, Arilərin Hindistanın köçü 2-ci minillik, Yunan koloniyalarının salınmağa başlaması Eradan əvvəl 8-ci əsr, Çində Uruşların paçalıqları dövrünün başa çatması 3-cü əsr, Solon saatı isə 594-cü il olduğuna görə 4 ilə 5-in geri dəyişsə düzgün xronoloji ardıcıllıq alınar. Deməli, burada da C variantı doğru cavabdır.